gördüğünüz qazanxanadır. Qazanxana daxilində dəncə qabı yerləşdirilmişdir. Dəncə qabına sular qazandan, yəni kombidən daxil olur. Kombi gördüyünüz kimi şöyle yerləşdirilir. Bunlar kombilərdir. 3 ədəd kombi yerləşdirilir. Ondan sonra kombidən çıxışlar birinci kollektor, ikinci kollektora verilir. Kollektora daxil olan və abraşka, podача və abraşka daxil oldu dəncə qabına. Dəncə qabına flyans vasitəsilə birləşib bir-birlərinə. Dəncə qabının özü isə profil vasitəsilə etibarə bərk edilib. Dəncə qabının üzərində manometr və termometr qoyulmasının yerlər var. Biz üstünü bağlamışıq, toz torpaq getməsin. Altında suyu boşaltmaq üçün yeri var. Yenə flanslar vasitəsilə çıxış veririk. Birinci kollektor və ikinci kollektor, hansı ki gediş və qayıdışdır. Gedişin üzərində yenə nasosda yerləşib flyans birləşmədir. Kələbək yerləşib, siyirtmə, nasos və burada kompensator, hansı ki kompensator gördüyünüz kimi bax belə yerlənmələrdə, silkələnmələrdə udma rolunu oynayır. Əks klapanı da gördüyünüz kimi əks klapan özü dəmirlə mərkəz tutmaq üçündür. Yenə kələbək yerləşdirilib, siyirtmə və yenə kollektor. Bu bir kollektordan iki kollektora çıxış adlanır. Yəni bir kollektordan bir veririk, birini istusuya gedir və təzədən qayıdır. Digəri isə gedir, misal üçün qazanxana ərazisində yerləşən və yaxud da bina daxilində yerləşən hər hansısa bir yerə. Yəni ikisi də istusu çıxışı gedişidir. İkisi də işlək vəziyyətdə olacaq, amma əsasən biri işlək, biri ehtiyatlı olmalıdır. Gördüyünüz kimi yenə həmin şey flyans birləşmələrdə aralarında flyanslar, bunları unutmuruq və burada manometr, termometr üçün yerlər də həmin. Ortadakı çıxış başlayıb ora birləşəcək bu xəttlərə. Bu xətti soyuq su, isti su, radiator, teplu pol və adi əl üz yumaq üçün sulardır. Kollektordur və burada nədir? Bu teplu pol üçündür. Bu isti su, soyuq sudur. Hansı isti suyu gedir əl üz yumağa, birisi gedir radiatora, bu isə gedir teplu pola. Bura əlavə, burada biləkdə sürxadavoy olacaq. Bunun sürxadavoyu mən sizə göstərəcəm. Hal-hazırda yoxdur. Burada yenə kollektor olacaq. Kollektor üzərində nasos olacaq. Bu teplu pola gedəcək. Bu sürxadavoyun məqsədi bura gedən isti suyu müəyyən temperatura salmaq. Çünki 75 dərəcə burada istilik olacaq. 75 dərəcə teplu pola vermək qeyri-mümkündür. Yəni mümkün deyil. Mümkün olduğu halda belə uyğun deyil, düzgün deyil. Ona görə də biz həmin bunu ayrıca sürxadavoy ilə yerləşdirib müəyyən temperatur 35 dərəcə, 40 dərəcədə yollayacaq yuxarı mərtəbələrdə olan döşəmə istiləşmə sistemləridir. Bu qədərləlik. Tam bitdikdən sonra mən ətraflıca göstərəcəm. Bu isə boilerdə, hələ boilerin qoşulmasını göstərmirəm, çünki bu günlük bir iş deyil.